Herkese Allah'ın salamı ve rəhməti olsun. Bugün sizlerle birlikte belə bir popcorn örgü modeliyle ulduz motifi üzerinde işleyeceğiz. Bunu toxumağa keçməzdən qabaq sizdən xahişim, əgər hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olaraq bildirim tuşunu açsanız və videonu bəyənsəz çox sevinərəm. Toxumağa keçməzdən qabaq onu deyim ki, mən belə bir çertyoz çəkmişəm. Ve bu çertyoz esasında işleyeceğiz. Mesela buradaki her hansı bir boş xana, kiçik bir boş xana bir sıx iğnəni göstərir. Boş xana bir sıx iğnəni təmsil edir. Dolu qara renk xana isə bir ədəd popcornu təmsil edir. Məsələn bunu. Siz istəsəniz bunu bu formada tuturam, screen edib götürə bilərsiniz. İndi isə başlayaq toxumağa. Toxuyarkən istifadə edəcəyim milçəm mənim 2 mm'lik milçədir. 2 mm ölçüdədir. Geçen videoda da demiştim. Mən bunu belə toxumuşam. Biraz sərt alınıb. Özüm də belə sərt olmasını istəyirdim. Həm də mənə 2 mm ilə toxumaq çox rahat olur deyə bununla toxumuşdum. Əgər siz hər hansı bir uşaq yastığı toxuyacaq, uşaq adyalı toxuyacaqsınızsa, bu motivi həmin uşaq adyalında istifadə edəcəksinizsə, bunun yumuşaq olmağını istəyirsinizsə, 2,5 mm'lik və yaxud da ki 3 mm'lik milçələrdən istifadə edə bilərsiniz. İstifadə etdiyim rəng ipim isə Tunç Soft Baby marka ipinin mavi rəngindəndir. Motifin ölçülərini sizə verim. Bu formada biraz tam ölçülərini belə edirəm və verəndə 9,5 mm belə qoyum. 9,5 mm, 9 cm yarım eni. Hardasa 10 cm də uzunu. İndi isə başlayaq toxumağa. Toxumağa zincir çəkərək başlayırıq və 28 ilmə zincir çəkirik. Bu ilk ilməni belə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28. 28 ilmən zincirimizi çəkdik. Bir dəqiqə. Zincirimizi çəkdik. İndi buradan ön qanadlardan batarak değil, bu formada çevirip bir kanadımız budur. Bu kanadımızı ötürürük. Ne oldu buna? Bu formada takım. Bu ilk kanattan değil, yani bu formada değil, arkasındaki bu boşluklardan ilkinden değil, ikincisinden batarak bu formada sık iğne toxuyuruq. Sonra yanındaki hemen neden? Her ipin arasından bir defa batarak sık iğne toxuyuruq ve sıra sonuna kadar 27 sık iğnemiz olacak. Bu şekilde sıra sonuna kadar zincirin arka tərəflərindən batarak 27 sık iğne toxuyuruq. Bunu etmemizin sebebi ise bakın örgünün her iki tərəfi sümbül şekilde alınır. Bunu ona göre edirik ki sonra motifimizi birləşdirəndə daha rahat olur. Ve sıra sonuna kadar 27 sık iğne toxuyub gəldik. 27 sık iğne sıra sonuna kadar toxuduq gəldik. İndi bir ilmə zincir çekerek üst sıraya çıkıp bu şekilde döndərik ve bu dipten batarak sık iğne toxuyuruq. Bu şekilde bir sıra toxumuşuq, ikinci sıranı toxuyuruq. Tam olarak 3 sıra 27 sık iğne toxuyacağıq. Bir sıranı toxuduq, ikinci sıranı toxuyuruq. Üçüncü sıranda 27 sık iğne olarak toxuyub bitirib gəlirik. 3 sıra toxuduq gəldik. 3 sıra 27 sık iğnəni toxuduq gəldik. İndi bir ilmə zincir çəkərək üst sıraya keçirik və 5 sık iğne toxuyacağıq. Bir popcorn qurup bir sık iğne, bir popcorn quracağıq. Sonra 11 sık iğne toxuyub tekrar bir popcorn, bir sık iğne, bir popcorn ve 5 sık iğne toxuyacağıq. Deməli 5 sık iğnəni toxuyuruq. 4-cü sıradayıq və 5 sık iğne toxuyuruq. 1, 2, 3, 4, 5.
5 sıx iğnəni toxuduq. Bir dənə popcorn qururuq. Deməli, bir dəfə dolayıb batdıq. İkisini bağladıq. Biri qaldı. Bir ədəd yarım trabzan. Sonra bir ədəd də yarım trabzan. Eyni yerdən batıb ikinci yarım trabzan toxuduq. Üçüncü yarım trabzan. Eyni yerdən. Dördüncü yarım trabzan. Ve 5. yarım trabzan. Eyni yerdən bataraq 5 yarım trabzan toxuduq. Milçəmizin üzərində 6 ədəd ilmə var. 2, 4, 6 və 6'sını birlikdə bağlayırıq. Hər popcorn arasında mütləqdir ki, bir sıx iğnə olsun. Bir sıx iğnə toxuyuruq və ikinci popcornu quracağıq. Yandakı ilmədən bataraq bir yarım trabzan, eyni yerdən ikinci yarım trabzan, eyni yerdən üçüncü yarım trabzan, dördüncü yarım trabzan ve 5. yarım trabzan. Belə. 5 yarım trabzanı toxuduq. Oldu. Və 6 ipimiz var. 6'sını birlikdə bağlayırıq. 2 dənə popcornumuz hazırdır. Və indi 11 ədəd sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 sıx iğnəni toxuduq. 11 sıx iğnəni toxuduq. İndi bir popcorn qururuq. Yandakı ilmədən batıb eyni yerdən 5 yarım trabzan çəkirik. 3, 4, bu da 5. 5 yarım trabzan çəkdik və hamısını bağladıq. Bir sıx iğnə toxuyuruq. Və ikinci popcornumuzu qururuq. Yandakı ilmədən batıb 5 yarım trabzan toxuyuruq. 2, 3, 4, 5. 5 yarım trabzan toxuduq. Hamısını birlikdə bağladıq. Yandakı ilmədən batıb sıx iğnə toxuyuruq. 1, 2, 3, 4, 5. 5 sıx iğnəni də sonunda toxuduq. Bir ilmək çəkərək üst sıraya çıxırıq və motivimizi döndəririk. Gördüğümüz kimi ulduzumuzun alttaki bu kanatları artık koyuldu. Ve indi ön sırada olmuş sayılarak, yani motiv arka sırada kurulur. Biz ön sıradayıq hal-hazırda ve ön sırada 27 sıx iğnəni düz bir şəkildə toxuyub gəlirik. 27 ədəd düz bir şəkildə sıx iğnə toxuyub gəlirik. 1, 2, 3, 4. Baxın. 5-incisi bu dibə düşür. 6-cısı popcornun üstünə düşür. Formada. 6. 7-cisi bu popcornun dibinə. 8-ci üstünə. Bu şəkildə. 9, 10. Bu şəkildə sıra sonuna qədər 27 sıx iğnə toxuyub gəlirik. Sıra sonuna qədər toxuduq gəldik. Deməli anlaşıldığı kimi 3 sıra toxuduq. 4-cü sırada arxa tərəfdən popcornları qurduq. 5-ci sırada düz bir şəkildə yenə toxuduq. Anlaşıldığı kimi popcornları arxa sırada toxuyuruq. Sonra ön sırada sadəcə düz bir şəkildə toxuyuruq.
Her dəfə ön sıraya keçdiyimizdə düz bir şəkildə toxuyuruq. Popcorn qururuq. İndi 5-ci sıranı bitirdik. Bir ilmek çəkib motivi çeviririk. Və tekrar 5 sıx iğne toxuyuruq. 2 3 4 5 5 sıx iğnəni toxuduq. Bir popcorn qururuq. 2 3 4 5 5 yarım trabzan toxuduq və hamısını birlikdə bağladıq. İndi 3 sıx iğne toxuyuruq. 1 eyni yerdən deyil, yanındakindən batdıq. 2 və 3 üçüncü sıx iğnəni toxuduq. Bir dənə də popcorn qururuq. 1 2 3 4 5 Eyni yerdən batıb 5 yarım trabzan toxuduq. Bağladıq. Popcornumuz hazırdır. Və 7 sıx iğne toxuyuruq. 1 2 3 bir dakika. İlişti. 3 4 5 6 7 7 sıx iğnemizi toxuduq. Bir popcorn da qururuq. Oy, bağlamayacaqdık bunu. 1 2 3 4 5 5 yarım trabzan toxuduq. Bağladıq. Və 3 sıx iğne toxuyuruq. 1 2 3 3 sıx iğnəni toxuduq. Bir popcorn da qururuq. Yandakı ilmədən batıb 5 yarım trabzan toxuyuruq. 2 3 4 5 5 yarım trabzan toxuduq. Hamısını bağlayırıq. Və geri qalan 5 sıx iğnəni də toxuyuruq. 1 2 3 4 5 Bir ilmek çəkib üst sıraya çıxırıq və motivi çeviririk. Budur. İndi 7-ci sıradayıq və 7-ci sırada düz bir şəkildə 27 sıx iğnəni toxuyub gəlirik. 7-ci sıranın da sıra sonuna qədər 27 sıx iğne toxuduq gəldik. Bir ilmə çəkərək motivi çeviririk. Və indi 6 sıx iğne toxuyuruq. 1 2 3 4 5 6 6 sıx iğnəni toxuduq. Bir popcorn qururuq. Yanındakı ilmədən batarak eyni yerə 5 yarım trabzan. 2 3 4 ve 5. Hamısını birlikte bağladık. Yanındaki ilmeden, eyni ilmeden değil, yanındaki ilmeden batarak 4 sık iğne toxuyuruq. 1 2 3 4 4 sık iğne toxuduq. Bir popcorn qururuq. 2
3 4 5 5 sık iğne toxuduq. Daha doğrusu 5 yarım trabzan toxuduq, popcornumuzu qurduq. İndi 3 sık iğne toxuyuruq. Yanındaki ilmeden batarak 1 2 3 sık iğne toxuduq. Bir popcornu da qurduq. 1 2 3 4 5 5 yarım trabzan toxuduq ve hamısını bağladıq. Yandaki ilmeden batarak bir sık iğne, yandakine ikinci sık iğne, 3 4 sık iğne toxuduq. Bir tane de popcorn qurduq. 2 3 4 5 5 yarım trabzan bağladık ve geri kalanları sık iğne şeklinde toxuyup bitirdik. 3 4 5 6 geri kalan 6 sık iğnəni de toxuduq ve bir ilmə zincir çekerek motivi çevirdik. İndi bu sırada yine düz bir şekilde 27 sık iğne toxuyup gelirik. Sıra sonuna kadar 27 sık iğne toxuduq geldik. İndi bir ilmə zincir çekerek motivimizi çevirdik. 7 sık iğne toxuyuruq. Burada arka tarafta 7 sık iğne toxuyuruq. 1 2 3 4 5 6 7 7 sık iğnemizi toxuduq. Bir popcorn qurduq. 1 2 3 4 5 bir popcornumuzu qurduq. 5 sık iğne toxuyuruq. 1 2 3 4 5 5 sık iğnemizi toxuduq. Bir popcorn yine qururuq. Bu bizim ortadaki popcornumuzdur. 2 3 4 ve 5. Popcornumuzu qurduq. 5 sık iğne yine toxuyuruq. 1 2 3 4 5 5 sık iğne toxuduq ve bir tane de popcorn qurduq. 1 2 3 4 5 popcornumuzu qurduq. Geri kalan 7 sık iğnəni düz bir şekilde toxuyuruq. 1 2 3 4 5 6 7 7 sık iğnemizi de toxuduq ve bir ilmə zincir çekerek motivimizi çevirdik. Böyle. İndi bu sırada da düz bir şekilde 27 sık iğnəni toxuyup gelirik. Sıra sonuna kadar düz bir şekilde toxuduq geldik. 27 sık iğne toxuduq. İndi bir ilmə zincir çekip motivimizi çevirdik. Ve 8 sık iğne toxuyuruq. 1 2
3, 4, 5, 6, 7, 8. 8 sık iğne toxuduq. Bir popcorn qururuq. 2, 3, 4, 5. 5 yarım trabzan toxuduq, birləşdirdik. Birləşdirdik. İndi 9 sıx iğne toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 sıx iğne toxuduq. Bir dənə də popcorn qururuq. 1, 2, 3, 4 ve 5. 5 yarım trabzanı eyni yerdən toxuduq, bağladıq və geri qalan 8 sıx iğnəni düz bir şəkildə toxuyuruq. 2, 3, 4, 5, 6, 7 və 8. Sıra sonuna qədər toxuduq, gəldik. Baxın belə. Və bir ilmə zincir çəkərək motivimizi çeviririk. İndi bir sıra düz bir şəkildə 27 sıx iğne toxuyub gəlirik. Sıra sonuna qədər toxuduq, gəldik. Düz bir şəkildə 27 sıx iğne toxuduq, bir ilmə zincir çəkərək motivi çeviririk. İndi 6 sıx iğne toxuyuruq. 1, 2, 3, 4, 5, 6. 6 sıx iğne toxuduq. Bir popcorn qururuq. Bu şekilde. 2, 3, 4, 5. Popcornumuzu qurduq. İndi 13 sıx iğne toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 ve 13. 13 sıx iğne toxuduq. Bir popcorn qururuq. 1, 2, 3, 4, 5. 5 yarım trabzanı toxuduq. Eyni yerdən batıraq. Bağlayırıq. Və popcornumuz hazırdır. Geri qalan 6 sıx iğnəni toxuyuruq. 1, 2, 3, 4, 5, 6. Sıra sonuna qədər toxuduq və indi bir ilmə zincir çəkərək, bir ilmə çəkərək motivimizi çeviririk. Belə. Və bir sıra düz bir şəkildə 27 sıx iğne toxuyub gəlirik. Sıra sonuna qədər düz bir şəkildə 27 sıx iğne toxuduq, gəldik və bir ilmə çəkərək motivimizi çeviririk. İndi 4 sıx iğne toxuyuruq. 1, 2, 3, 4. 4 sıx iğne toxuduq.
Bir popcorn vururuq. 3 4 5 Belə. Popcornumuzu qurduq. İndi 17 sıx iğnə toxuyuruq. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 17 sıx iğnə toxuduq. Bir dənə də popcorn qururuq. 1 2 3 4 5 Popcornumuzu qurduq. Geri qalan 4 sıx iğnəni toxuyuruq. 1 2 3 4 4 sıx iğnəni toxuduq. Bir ilmək çəkib motivi çeviririk və qarşı tərəf motivin üzü tərəfindəyik. Bir sıra 27 sıx iğnə toxuyub gəlirik. Sıra sonuna qədər düz bir şəkildə toxuduq gəldik. İndi bir ilmək çəkərək motivi çeviririk. Və 3 sıra sıx iğnə toxuyub 1 2 3 3 sıx iğnə toxuyuruq və 4 popcorn toxuyacağıq. Bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə olaraq 4 popcorn toxuyacağıq. Oy. 1 2 3 4 5 5 yarım tarafdan toxuduq, bağladıq. Bir popcorn, bir dənə də sıx iğnə. Bu şəkildə bir popcornumuzu toxuduq, 3 dənə popcorn toxuyuruq. Bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə olur. 3 dənə popcorn toxuyub gəlik. 4-cü popcornu toxuduq. Bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə və popcorn toxuduq 4-cü popcornu. İndi 7 sıx iğnə toxuyuruq. 1, baxın, eyni yerdən batmıram, yanındakindən batıram hər dəfə. 1 2 3 4 5 6 7 7 sıx iğnəni toxuduq. Yenə 4 ədəd popcorn toxuyacaq. Bir popcorn toxuyacaq, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə, bir popcorn, bir sıx iğnə olaraq toxuyub 4 dənə popcorn toxuyub gəldik. 4-cü popcornu da qurduq, bağlayırıq və 3 sıx iğnə toxuyuruq. 1 2 3 3 sıx iğnəni toxuduq. Bir ilmək çəkərək motivi çeviririk. Belə. İndi bir sıra 27 sıx iğnəni sona qədər toxuyub gəlirik. Sıra sonuna qədər düz bir şəkildə toxuduq və bir ilmək çəkərək motivimizi çevirdik. İndi 10 sıx iğnə toxuyuruq. 1 2 3 4 5 6 7 8 9 10 10 sıx iğnə toxuduq. Bir ədəd popcorn qururuq. Bir dəqiqə. Hə. Bir ədəd popcorn qururuq. 2 3 4 5
popcornumuzu qurduq. 5 sıx iğne toxuyuruq indi. 1 2 3 4 5 5 sıx iğnəni də toxuduq. Bir ədəd popcorn qururuq. 1 2 3 4 5 və geri qalan 10 sıx iğnəni də düz bir şəkildə toxuyuruq. 1 2 3 4 5 6 7 8 9 və 10. 10 sıx iğnəni toxuduq. Bir ilmek çekerek motifi çeviririk. Belə. İndi bir sıra yenə düz bir şəkildə toxuyub gəlirik. Sıra sonuna kadar toxuduq gəldik. İndi bir ilmek çekerek motifimizi çeviririk. Və 11 sıx iğne toxuyuruq. 1 2 3 4 5 5 6 7 8 9 10 11 11 sıx iğne toxuduq. Bir popcorn vururuq. 2 3 4 4 ve 5 bu şekilde. Popcornu kurduk. Şimdi ortada 3 sık iğne toxuyuruq. 1 2 3 3 sık iğne toxuduq. Bir tane de popcorn kururuq. 1 2 3 4 5 Popcornu kurduk. Geri kalan 11 sık iğnəni də düz bir şekilde toxuyuruq. Sıra sonuna kadar 11 sık iğnəni toxuyub gələk. Sıra sonuna kadar toxuduq 11 sık iğnəni və bir ilmek çekerek motifimizi çeviririk. Belə. İndi bir sıra düz bir şekilde 27 sık iğnəni toxuyub gəlirik. 27 sık iğne sıra sonuna kadar toxuduq, bir ilmek çekip motifimizi çeviririk. Ve indi 12 sık iğne toxuyuruq. 1 2 3 12 sık iğne toxuduq və bir popcorn vururuq. 2 3 4 5 Popcornu kurduk. Bir sık iğne toxuyuruq ve bir tane de popcorn kururuq. 1 2 3 4 5 5 sık iğne yarım trabzan toxuduq, bağladıq ve ikinci popcornumuz hazırdır. Geri kalan 12 sık iğnəni də düz bir şekilde sıra sonuna kadar toxuyub gəlirik.
Geri kalan 12 sık iğnəni toxuduq. Bir ilmek çekerek üst sıraya çıxırıq. Ve bir sıra düz bir şekilde toxuyup gelirik. Sıra sonuna kadar toxuduq, geldik. İndi bir ilmek çekerek motifimizi çeviririk ve 13 sık iğne toxuyuruq. 13 sık iğnemizi toxuduq, bir popcorn vururuq. 1 2 3 4 5 Popcornumuzu kurduk. Geri kalan 13 sık iğnəni də düz bir şekilde toxuyup gelirik. 13 sık iğne sıra sonuna kadar toxuduq. Bir ilmek çektik. Üst sıraya çıktık. Motifin ön tarafına geçtik. İndi ulduzumuz artık hazırdır. 3 sırada 27 sık iğnəni 3 sıra düz bir şekilde toxuyup geleceğiz. 27 sık iğnəni 3 sıra düz bir şekilde toxuduq, geldik ve bir ilmə də çəkirik. Biraz uzun bırakıp ipi kesirik. Ve çekip çıkarırım. Artık motifimiz hazırdır. Bir sonraki videoda da bunları birleştirme qaydasını göstereceğim.